Uşaqlarda burun qanamaları. Uşaqlarda burun qanamalarının səbəbi nədir? Hər burnu qanayan uşaqda biz narahat olmalıyıqmı? Altından hər hansı bir qan xəstəliyi və s. axtarmalıyıqmı? Belə ki, uşaqlıq çağı xoşxəstəli burun qanamaları uşaq yaş qrup uşaqlarında çox görülən bir problemdir. Xüsusilə də xəstəlik dövründə, qrip zamanı, burnu çox axan uşaqlarda buruna uzun müddət spreylər istifadə edilməsi, spreylərin düzgün istifadə edilməməsi, yəni spreyin burun çəpərinə doğru istifadə edilməsi, əslində isə əks tərəfə doğru istifadə edilməlidir. Bunu mütləq unutmayaq. Burnunu çox qurtdalayan uşaqlar, yıxılaraq burnu dəyən uşaqlarda, yüksək qızdırması olan uşaqlarda burun qanaya bilər. Bunlar tamamilə normal haldır. Lakin bu saydığım halların heç birisi yoxdur və təkrarlanan uşaqlarda burun qanamaları vardır və bu qanama müddəti uzun çəkir. Müəyyən bir metodlarla bu qanı saxlamaq mümkün deyildir və uşaqda burun qanaması xroniki hal almışdır. Eyni zamanda uşaqda yanaşı digər xəstəlik əlamətləri də vardır. Çəki itirmə vardır, bədəndə göy ləkələr vardır. Bu halda mütləq narahat olmaq və həkimə müraciət etmək lazım. Çünki bəzi qan xəstəliyi və problemlərində uşağın laxtalanma profilində problemlərə bağlı təkrarlanan qanamalar ola bilir və bu qanamaları durdurmaq mümkün olmaya bilir. Belə uşaqların bədənində göy ləkələr də varsa, bu təhlükəli qan xəstəliyinin göstəricisi ola bilir. Uşaq burun qanaması ilə yanaşı halsızdır, yorğundur, daimi əzgindir və eyni zamanda çəki itirir, qızdırması olur, kimi əlamətlər varsa, bu hal qan xəstəliyi göstəricisi ola bilər. Amma bu əlamətlər yoxdursa, burun qanaması hər zaman təhlükəli olmaya bilər. Amma yenə də bir burnu qanayan uşağın həkimə görülməsi, sadə bir qan testinin verilməsində fayda vardır. Bəs burun qanaması zamanı nə edək? Burun qanaması zamanı ən çox yol verilən səhv uşağın başının arxaya pozisyon alınmasıdır ki, bu poza uşağın burnundan axan qanın nəfəs yoluna axmasına səbəb ola bilər və çox təhlükəlidir. Bəs nə etməliyik? Burnu qanayan uşağın başını əksinə önə doğru əyməliyik və burnuna müxtəlif pambıq tamponlar istifadə edə bilərik. Bu pambıq tamponların üzərinə bəzən adrenalin damla, bir neçə damla damlataraq, bəzən əlinizin altında nazivin, otrivin, sanarin kimi burun damlası varsa, 1-2, maksimum 3 damla pambıq tampona damlataraq uşağın burnuna salıb üstündən sıx tutmaq. Əlinizdə pambıq tampon yoxdursa, adi pambığı evdə tampon halına salaraq bükərək onu, yenə də dediyim kimi üzərinə həmin damlalar olmasa belə həmin pambıq tamponu uşağın burnuna tıxıyaraq üstdən sıxmaqda fayda vardır. Bunların heç birisi əlinizin altında yoxsa buz, soyuq uygulama uşağın burnunun üstündən tutularaq, burnuna sıxılaraq, təzyiq göstərilərək damarların mənfəzinin büzülməsinə kömək etməkdə fayda vardır. Və burun qanamasının altında heç bir səbəb tapılmadı. Qan analizlərimizdə normaldır. Müalicə elədik, damar büzücülər istifadə etdik, bəzi qan saxlayıcı ehtiyac halında istifadə etdik. Amma uşağın burnu yenə qanayırsa, bu halda mütləq burun, qulaq, boğaz xəstəlikləri mütəxəssisinə, lor mütəxəssisinə müraciət edilməli və ehtiyac halında davamlı və təkrar qanayan damarlar yandırılaraq götürülməlidir.